Baxın, nədir? Üzülmə, çünki çətinliklər davamlı deyil. Çox gözəl bir mövzudur. Günlər dövr edir, heç bir hal əbədi qalmaz. Ona görə də üzülmə, kədərlənmə. Çünki çətinliklər nə qədər böyük olsa da heç vaxt əbədi olmaz. Bugün çətinlik çəkirsənsə, sabah xoşbəxtlik qulaqlarından içəcəksən. Bil ki, gecənin ən qaranlıq anı sübhün doğuşuna ən yaxın olan andır. Və ümidsizliyin ən şiddətli anı ümidin sübhü üçün ən yaxın andır. Və çətinliklər zirvəyə, ən yüksək nöqtəsinə çatdıqda bu artıq onların aradan qalxmasına, dağılmasına və sevinç, xoşbəxtlik, nur və rifahla dolu yeni bir həyatın sübhünün doğmasına ən yaxın anıdır. Ona görə də üzülmə, kədərlənmə və bu şüarın olsun. Çətinliklər davamlı deyil. Baxın, deyir ki, üzülmə, əgər fəzilətli bir insan olaraq qalmısansa, yaxşı insansansa, niyə kədərlənirsən? Çünki bəzi insanlar kimlərinsə onun haqqında dediyi sözə görə üzülür, kədərlənir, həyatını boş edir. Üzülmə, əgər fəzilətli bir insan olaraq qalmısansa, üzülmə. Çünki dəniz bir stəkan su ilə nə artar, nə də bir stəkan su ilə əskilər. İnsanlar səndə hətta doğru olsa belə bir qüsuru qəbul etməzlər. Ona görə də rahat ol və gözlərini yumulmuş halda arxayın ya. Nəticə odur ki, haqqında deyilənlərə görə qəm etmə və üzülmə. Çünki sən fəzilətli olduqca və qəlbin Allaha bağlı olduqca insanlar sənin haqqında deyilənləri doğru saymayacaq. Xoşbəxtliyin içində olduğu halda niyə onu uzaqlarda axtarırsan və onu tapmaq üçün səfərə çıxırsan? Xoşbəxtliyin Allah Taala'ya imanındadır. Yəni, qədimdən demişlər ki, ucalığa çatmaq istəyən gecələri oyaq keçirməlidir. Səndən sadəcə başlamaq, bacardığın qədər səy göstərmək və qüvvən çatdığı qədər çalışmaq tələb olunur. Çünki Allah heç bir nəfsi gücündən artıq ilə yükləməz. Yolun uzunluğuna baxma. 1000 kilometrik yolda bir addımla başlayır. Sadəcə başla və niyyətini Allaha xalis et. İnşallah mütləq çatarsan və Rəhmənin cənnətindəki ilk bircə an belə sənə bütün yorğunluq və müsibətləri nədir? Unutturacaq. Əgər çıxış yolu gəlməzsə, bilin ki, onsuz da kədərləri buraxıb gedəcəksən. Çıxış yolu görünməsə, kədərlərini yeniləmə. Çünki hamımız bir gün dünyadan köçəcəyik. Və bu dünyanın yarasıyla da, sevinci ilə də vidalaşacağıq. Əgər kədərlər getməsə belə, sən bu dünyadan köçüb rəhimli və rəhman olan Allaha qovuşacaqsan, salih bəndələri üçün hazırladığı cənnətində.